Cənab Prezident İlham Əliyevin tapşırıqlarına əsasən Azərişıq Açıq Səhmdar Cəmiyyəti ölkənin bütün regionlarında olduğu kimi Xaçmazın da elektrik təsərrüfatının yenilənməsi işlərini davam etdirir. Yenidən qurma işləri rayonun 20-yədək kənd və qəsəbəsini əhatə edib. Hal-hazırda işıq dirəkləri dəyişilib, xəttlər təmir olunub, transformatorlar dəyişdirilib. Çox sağ olsun bizi dövlətimiz. Keymərəz kəndində 0,4 və 10 kilovoltluq elektrik xəttləri və dayaqlar yenilənib. Özünü daşıyan izolyasiyalı naqillər çəkilib. Yeni transformator məntəqəsi quraşdırılıb. Həmçinin Gödəkli, Bayoba, Köhnə Xaçmaz və Niyazoba kəndlərində elektrik təsərrüfatı yenilənir. Xaçmaz rayon icra hakimiyyətinin başçısı Elnur Rızayev Köhnə Xaçmaz və Niyazoba kəndlərinə gələrək Azərişıq Açıq Səhmdar Cəmiyyətinin həyata keçirdiyi yenidən qurma işləri ilə yerində tanış olub. Sağ olsun hökumətimiz, dövlətimiz ki, bizə bu şəraiti yaradır, gözəl işıq sistemi çəkirlər. Çox minnətdar o biz. Şəhər ərazisində Sabit Rəhman küçəsində və ətraf ərazilərdə elektrik şəbəkəsi yenidən qurulur. Bu ilin sonuna qədər Şıxlar, Çaykənarı, Hacılar, Çaxmaqlı, Qaraçı, Əbilyataq, Nərəcan, Xanlıqoba, Xaspoladoba və Qarabağlı kəndlərinin də elektrik şəbəkəsinin tamamilə yenilənməsi planlaşdırılır. Dövlətimiz mərhələli şəkildə bu işləri bizim üçün görür, dirəkləri dəyişməklə, elektrik xəttlərinin dəyişməklə bizə çox böyük inam verir. Azərişıq Açıq Səhmdar Cəmiyyəti Xaçmazla yanaşı ölkənin bütün regionlarında, eləcə də işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda əsaslı təmir, yenidən qurma işlərini davam etdirir. Görülən işlər abonentlərin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsinə hesablanıb.